Ну, я думаю, хорошая игра была с обеих сторон. Düşünürəm ki, hər iki tərəfdən də yaxşı oyun göstərdi, hər iki tərəf yaxşı oyun sərgilədi. К сожалению, 10 минут во втором тайме начала мы проиграли, пропустили 2 гола. Təəssüflər olsun ki, ikinci hissənin 10 dəqiqəsində, ilk 10 dəqiqəsində 2 gol buraxdıq. С такой командой, как Карабах, сложно играть. Belə komanda, yəni Qarabağ kimi komandaya qarşı oynamaq çətindir. Ну и со своей стороны хочу еще раз пожелать им удачи в Лиге Чемпионов. Və öz adımdan da, öz tərəfimdən də onlara Çempionlar Liqasında uğurlar arzulamaq istəyirəm. Вопрос. Suallar. Təxminən oyunun sonlarına yaxın, son 15-20 dəqiqədə komanda elə bir qədər fiziki olaraq düşməyə başladı. Elə yoxsa və hansı addımlar atdı ki, bunun ötəsində? 15-20 minut видел, что команда уже физически не та. Aha. Я так не считаю. Я так не считаю. Elə fikirləşmirəm, yəni fiziki baxımdan düşdüyünü düşünmürəm, elə bir elə hiss eləmirəm. Buyurun. Qarabağ ilk hissənin 45 dəqiqənin əsasən vaxt ərzində zəmin qapıya çərçivəyə bir zərbə edilər. Первым тайме Карабах Lakin ikinci пробил tamamı fərqli. но во втором тайме мы увидели другую игру. Birincisi də ikinci hissənin fərqləndirən nədir? Чем можем отличать первую и вторую? Ну, во-первых, замены очень сильно усилили игру Карабаха. Əvəz etmələr Qarabağın oyununu çox gücləndirdi, dəyişdi. И желание сохранить счет от первую половину второго тайма. Вот, к сожалению, нужно было играть так же, как и в первом. Но желание сохранить счет, назад опустились. Но надо отдать должное Карабаху, он во второй тайм очень мощно провел. Biz də istədik ki, ikinci hissənin müəyyən bir hissəsində, qismində istədik ki, hesabı qoruyaq. Bu istək bir qədər, yəni biraz arxaya oturduq və bu istək bir qədər bizə mane. Amma istənilən halda Qarabağın haqqını vermək lazımdır. Yəni Qarabağ oynadı yəni. Buyurun. Düşünmür ki, əvəz etmələrdə biraz yubandı. Не думайте, немножко было замена делалась. Arxa hissəsində dəli yaradı. Öz qapılarına qarşı dəliyin qarşısına aldı. Deməli, əvəz etmələrdə ləngidi. Aha, da. Вы так не считаете, что у нас надо немножко замена? Нет, так и планировали. Belə planlaşdırırdıq, elə bu cürdə plana uyğun getdik.